aleyküm. Qaqa salam mələkə. Salam aleyküm. Salam de, Teymur sen salam de. Tepkiş. Bu günlər nə qarırıq? Batman Arkham seriyasının ilk oyunu olan Batman Arkham Asylum oyununa. Qardaşımız bu oyunu %100 eləyəcək inşallah. Oyunu ilə qaqaş başlayırıq ən çətin modda, hard modda. Ki axırda deməyəs ki, ay bilət, bu gicdallar easy deyilib, güya şeylə dəyişəni qutarıb zarçı. Astraya bas. Sonra hekayə belə başlayır. Bizim bu Batman qaqamız, yəni Bratfamız, bizim dallıq Joker qaqanı tutub gətirir Arkham Asylum dəlixanaya. Bu biz gözümüzü çəkən kimi başımız bidamızı qarşılan həbsxanadakı qaqaşları eləyir, saldır üstümüzə. Biz bunları döyürük, idarəndə keçirilir özlərini. Ondan sonra başlayır oyun bizə döyüş mexanikasını başa salmağa. Mən də əvvəlcədən PlayStation 3-də buna girmişdim. Ona görə biraz tanış. Başlayırıq oynamaqdan. Əvvəlcə oynamağa girmişəm deyə sağ-sol eləyə-eləyə 2 dənə başarım aldım. Birinci başarım Free Flow Combo 5, ikinci başarım Blood Free Flow Combo 10. Elə bil ki, Blood Batman nə vaxtsa MMA çempionu olub. Yəni Blood başa düşdün necə? Blood mən özüm də Blood. Ya bana vurad Blood. Ya bana vurad. Nə də Yetim Sabri birinci qoymuş sizə. Düzündən Rövşən Blood ya bana vurad. Biraz gedəndən sonra 2 nəfər baş eləyir. Ondan sonra gedirik bir dənə qaqaşın yanına. Qaqaş deyir ki, qaba, bizim bir dənə manyak var bizim bu xəstəxanada. Qardaşımızı işgəncə verdir. Qazi qardaşımızı işgəncə verir. O işgəncə verən üçün sikim mən deyir. Yok hani çiz sikim. Bir ged onu qurtar. Oyun bizi detektiv modu göstərir, bir də hook göstərir. Yəni yuxarı dırmaşmaq üçün. Sonra deyir ki, bu heykəllərin başına çıx, dırmaş. Ondan sonra bunun arxasından təpik qoy yerə sər. Daha sonra biz bu təpiklə qoyub yerə sallıq. Yəni başarım gəlir. Shot King Rescue. Qaqa oyunda qaçırıla bilən başarımlar var. Məsələ nədir, qaqa? Məsələ odur ki, Joker bir dənə kabineti tutub, sənə o qazı buraxıb, elə bir ki, belə nətər deyimsə, elə bir ki, 3 kilo lobiya yemisən də, baş üstünə elə bir o buraxıb da içəri. O buraxıb adamlar da qoyub içəridə. Bizə də xahiş elə ki, sən Allah bunları xilas elə ölməsinlər o sindən də. Ostraq da nə ostraq? Elə bir ki, dostum, o dostlar olur, davasını danışır, nə bilim, getdim dedim, belə dedim. Ostrağın iyisi elə vurur. Biz içəri gedirik. Orada 2 dənə mühafizəçi var, bir dənə məhkum var. Mühafizəçiləri xilas eləsək, okey. Ostrağın iyisini fanla çəksək, missiya tamamlanır, amma başarım vermir. Amma mühafizəçilərlə bir yerdə həmin o məhkumu da götürsək, xilas eləsək, bizə leave no man behind başarımını verir. Bir də ki, burdan Batmanə səslənirəm. Ay Batman, ay madam ki, bax, adamı ölümdən xilas eləmsən də, niyə qoyub göt baş elsən onu? Dal. Sonra Joker qaqamız yenidən peyda olur. Bir dənə təzə düşmən tipi gəlir qabağımıza. Bu təzə düşmən tipi Titandır bildin, yəni divdir adam. Elə bir ki, nətər iynə vurublar buna, steroid zad yığıb da, bədəni yığıb da başa düşdüsüz. Nəysə biz bunu döyməyə çalışanda bir də görürük ki, özünün başı ağrıyır, tetraskrindən zaddan verdi, özü düzəldi. Sonra da bizə başarım gəldi ki, malpratisticə minisimorot pratistik qıcıq eləcək. Adanın səthinə çıxandan sonra Born Free başarımını alırıq. Adanın içində Joker'ın adamlarını döyürük, ondan sonra da Free Flow Combo 20 başarımını alırıq. Yəni döyüşdə öncə son bir dənə başarımız qalmış olur kombolarda. Ondan sonra Joker'ın adamlarına xəstəxanada hücum eləməliyik. Xəstəxanada hücum eləyəndən sonra stealth rejimində olmamız bizə məsləhətdir. Soruş niyə? Lütfə yağlı tiyə zarafat edirlər. Soruş niyə? Çünki biz stealthdə olanda bizə başarım gəlir. Biz pellerinlə bir adamı tutub yuxarı dartıb onu iplə bağlayandan sonra digər daşın üstünə keçib onu oradan yıxıb həmin adamın üstünə yıxıb və həmin adamın başını fırlandırandan sonra bizə başarım verir. Rope deyə bir dənə başarımdır. Belə başarımın ağzını. Ərazidə beykilən redlər tapmacasında həll edirik. Ondan sonra Arkham Analyst mükafatını alırıq. Xəstəxanaya daxil olandan sonra burada 3 dənə həkimi xilas eləməliyik. 3 dənə həkimi xilas eləyəndən sonra bizə Just What the Doctors Ordered başarım gəlir. Jim Gordona kömək eləməyə gedəndə onun ölüsünü tapırıq. Sonra morqa girəndə qorxulu Crane'in, yəni Scarecrow'un simasını gördük. Qorxularımıza qalib gəldik. Yəni onun gözünün işıqlarından qaçıb ona Batman işığını tutandan sonra Daydreamer başarımını alırıq. Daha sonra gedirik Jim Gordon Harley Quinn'lərindən xilas eləməyə. Onu xilas eləyəndə Bane-ilə qarşılaşırıq və bu Bane-in boss fight-ında anasını 50 dəfə ölmüşəm. Bane canının axına çatır, ölürəm. Bane-in canının yarısına çatır, ölürəm. Adamlar hələ düşməyib ortalığa, Bane-in qorumaları. Mənim canım yardadır, anasını belə oyunum mən. Daha sonra Bane-in borlarını kəsirik, sonra da Baneful Payback adlı bir başarım alırıq. Daha sonra Bane gedir və adadakı villaya üstürük. Ondan sonra isə Breaking and Entering başarımını alırıq. Yenə təzədən Crane'in qorxu qazından zəhərlənib onun üst dünyasına səyahət edirik və onu məğlub edib Recurring Nightmare başarımını alırıq. Daha sonra Zəs, yəni manyak dal Zəs Doktor Young'a ələ keçirilir və biz onu xilas eləyəndə Zəs Cut Down to Size başarımını alırıq. Daha sonra həbsxanaya gedib Harley Quinn'i tuturuq və Solitary Confinement başarımı bizə yazılır. Joker Titan henchmenlərini, yəni titanlarını bizə göndərir və voila, biri o birini öldürəndən sonra mano, yəni bir titanı batarang istifadə eləmədən öldürəndə, ikisini də məğlub edəndə Double Trouble başarımını əldə edirik. Üçüncü və sonuncu Crane hissəsinə keçirik və onu məğlub eləyəndə Resist the Fear başarımını
başarımı gəlir. Kanalizasiyaya düşürük. Killer Croc-ın məskəni burdadır. Bilət mən oyun həyatımda belə altıma sıçdığım, yəni belə ödüm toxuma qarışan ikinci bir oyun görməmişəm də. Var yoxun s**irəm. Addım atıram bilət birdən-birə gəlir küntünü belə oynayım mən. Daha sonra Killer Croc-ın ayağının altını partladığında Crocodile Tears başarımını qazanırıq. Yəni bu hissə bərk qorxuludur. Oynayanlardan xahiş edirəm, yəni diqqətli olsun. Özdə full səsli oynamayın, bir də evdə tək olanda oynamayın. Daha sonra görürük ki, Joker Titan zəhərini qatma yaymaq istəyir. Biz də bunun qarşısını almaq üçün gedirik pump otaqlarının enerjilərini çəkir. Sonra bizə Joker hədiyyə göndərir və biz də ondan istifadə edirik. Titanı sürərkən 5 nəfəri yerə sərəndə Freak Show Radio başarımını alırıq. Daha sonra gedirik Poison Ivy'nin yanına. Poison Ivy Joker'ın başına yaxır. Daha sonra biz onunla döyüşməyə başlayırıq. Və onu bombalayıb məğlub eləyəndə Poisoned Ivy başarımını qəbul edirik. Qəbul eləyirik. Elə bil bilət estağfurullah deyəcəm 5 il yeyəcəm. Finala yaxınlaşanda bizi bir qrup düşmən qarşılayır. Zırpacetlə, fişənglərlə zadla, amma hücum eləmirlər. Əksinə bizi təbrik edirlər. Adımızı soruşanlar olur. Biz də onları nokaut edirik. Yəni onların hamısını döysək, ikinci qaçırıla bilən başarım. Yəni bu qaçıla bilən başarımda hamısını keçib, yəni deməyin ki, qaçmaya təbrik edirlər. Mən panyatqalaya mən bunlara vurmuram. Zadsud hamısını məğlub eləsəz, Party Pooper başarımını qəbul edirsiniz. IB'ni qəbul eləmədi. Fidan kimdir? Kalp bir kere sever. Finalda titanlaşmış Joker'i ən çətin modda məğlub eləyəndə bizə 3 başarım birdən gəlir. Big Bang, Bigger Bang və Biggest Bang. Buna görə əvvəl oyuna hard modda başladım ki, oyun fikirləşir ki, bu hardda oynaya bilirsə, deməli normalda da oynaya bilər, izdə də oynaya bilər. Daha sonra başlayırıq oyundakı collectible'lara. Oyundakı bütün collectible başarımları belədir. Cryptic Investigator, Lateral Race, Lateral Tinker, Mystery Solver, Gandon Cracker, Mental Athlete, Riddle, Resolver və ən son olaraq Crack the Enigma başarımı gəlir. Bundan sonra isə Arkham Amadeus'un ruhunun səslərini topladığımız üçün World's Greatest Detective başarımını əldə edirik. Daha sonra bizim açıq dünya başarımız qalır. Night Glider. Pelerinlə 100 metr süzüləndən sonra bizə Night Glider başarımını verir. Daha sonra isə uzaqdan idarəli bataranga atıb, sonra özümüz yenidən tutanda bizə tək başarımını verir və beləliklə dünya ilə olan başarımlarımız bitmiş olur. Bütün Combat və Predator challenge-lərini yüzləmək. Combat challenge-lərdə son combo olan Free Flow 40 combo başarımını alırıq və bundan sonra combo başarımlarımız bitir. Daha sonra isə Batman'in hərəkətlərini birləşdirib combo hazırlayırıq. Yəni necə Batman, nə bilim, birinin üzünə boşalır, birinə sıxoy, birindən götünə qoyur, nə bilim, ora bura. Hamısını bir combo daxilində eləyəndə Free Flow Perfection başarımı gəlir ki, anasını başarımını mən 50 dəfə yoxlamışam. Hər combat challenge-ın 3 dənə başarımı var. Free Flow-unda, Predator-ında. Free Flow Bronze, Silver, Gold və Predator Bronze, Silver, Gold. Bütün challenge-ləri zərər görmədən bitirəndə Flawless Free Flow Fighter başarımını əldə edirik. Və Predator challenge-larda isə düşməni Silent Takedown ilə öldürəndə Invisible Predator başarımını əldə edirik ki, itin daşım ağzına olduğumun oyununda mən başarımı başa düşməmişəm, ay mənim ağlıma soxum və eyni yerdə, eyni xəritədə 50 dəfə, 60 dəfə bəlkə də oynamışam ki, sırf Silent Takedown sözünü bilinməmişəm və ən sonda sonuncu başarımımız olan və oyunu %100 tamamlayanda bizə verilən Perfect Night başarımını əldə edirik və toplamda 42.4 saatın sonunda %100 olur. Bəli qaqalarım, canlarım, ciyərlərim, ürəyimin başları, Batman'dəki bütün düşmənlərin var yoxunuz hər bir şeyiniz. Özünüzdən sağ olun, müğayət qalın. Öpürəm hamınızı. 42.4 saatın sonunda %100 olur. Bəli qaqalarım, canlarım, ciyərlərim, ürəyimin başları, Batman'dəki bütün düşmənlərin var yoxunuz hər bir şeyiniz. Özünüzdən sağ olun, müğayət qalın. Öpürəm hamınızı.